Bir çox insanlar deyir ki, bəxtim yoxdur, şansım yoxdur, neyinim? Bəxt, şans bilirsiniz nədir? Əziyyət çəkmək lazımdır, zəhmət çəkmək lazımdır, səhər 6-da yuxudan oyanmaq lazımdır, qazanılan pulun qədrini bilmək lazımdır, evə girən hər xırda ruziyə belə sığal çəkib şükr etmək lazımdır. Siz elə bilirsiniz, o həsəd apardığınız insanlar var, elə bilirsiniz, elə hamısı düz gəlib, düz dayanıb nəyəsə çatıblar, harasa gəlib dayanıblar. Elə deyil. Hamı əziyyət çəkir, zəhmət çəkir. İndi Allah Taala birinə çox verir, birinə az verir. Şükür məsləhətinə. Yəni onun bunun malını saymaqla, pulun saymaqla insan qabağa getmir, artmır. Əksinə o niyyətli, o qəlbli insanları Allah Taala artırmır. Özünüzdən biraz üstün insan görəndə sevinin. Deyin Allah başacan eləsin.